Qasım Xuluflu həmin məntəqələrdən birindədir və daha ətraflı məlumatı bizə verəcək. Salam Qasım, buyurun, bayramınız mübarək olsun. Salam Elnarə, hər vaxtınız xeyir. Mən də sizin və tamaşaçılarımızın bayramını təbrik edirəm. Bəli, sizin də qeyd etdiyiniz kimi biz hazırda belə qurbanlıq heyvanların kəsimi üçün yaradılmış məntəqələrdən birindəyik. Bura Yasamal rayonu ərazisində yerləşir. Ümumilikdə isə Respublika üzrə 135 belə kəsim məntəqəsi yaradılıb ki, onlardan 77-sində həm satış, həm kəsim, 30-unda satış, 28-də isə yalnız kəsim yerinə yetirilir. Onu da qeyd edim ki, burada satılan heyvanlara xüsusi nəzarət var. Qida Təhlükəsizliyi Agentliyinin səyyar laboratoriyası burada fəaliyyət göstərir və hər hansı bir heyvanda xəstəlik şübhəsi yaranarsa, onun daxili orqanından analizlər götürülür və yoxlanılır. Onu da qeyd edim ki, işğaldan azad olunmuş ərazilərdə də belə məntəqələr yaradılıb. Bunlar Ağdam, Şuşa, Füzuli, Cəbrayıl rayonlarında və Zəngilan rayonunun Ağalı kəndi, Ağdərə rayonunun Talış kəndində yaradılıb. Orada da Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları fəaliyyət göstərir. Hər hansı bir təhlükəli məqam aşkar olunarsa, onlar anındaca müdaxilə edirlər. Onu da qeyd edeyim ki, bu məntəqələr ayın 6-sı və 7-si tarixlərində fəaliyyət göstərəcək və vətəndaşlar bu yerlərə yaxınlaşaraq təhlükəsiz və sağlam ət və ət məhsullarından yararlana bilərlər. Bu yaradılmış şəraitlə bağlı daha ətraflı məlumatı isə bizə Qalib bəy verəcək. Qalib bəy Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdürüdür. Qalib bəy, buyurun söz. Sabahınız xeyir. Mən də öz növbəmdə bayramınızı təbrik edirəm. Gördüyünüz kimi hazırlıq aparılmış 135 məntəqənin hamısında bu cür şərait yaradılıb. Artıq Qurban Bayramı başlayıb və burada vətəndaşlarımıza baytarı müayinəsindən keçmiş heyvanlar təqdim olunur. Sərbəst satış, alış mühiti yaradılıb. Vətəndaşlar sərbəst şəkildə öz qurbanlıq heyvanlarını alıb, sonra bu gördüyümüz çadır tipli kəsim məntəqəsində kəsimə təqdim edə bilirlər. Bu məntəqənin quruluşu elədir ki, birinci bölmədə heyvanı kəsimə aparılır. Yəni, qurbanlıq heyvanın sahibi onu kəsim üçün təqdim eləyir. Orada heyvan bir daha baytarı müayinəsindən keçir və nəzarət altında kəsilir. Və əgər ehtiyac yaranarsa, laborator müayinədən istifadə olunur. Bunun üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mobil laboratoriyası burada xidmət təqdim edib. Və bundan sonra da cəmdəyin hazırlanması, yəni vətəndaş əgər istəsə, cəmdəyi bütöv halda da götürə bilər. Ayrı-ayrı qurbanlıq payları hazırlayaraq da götürə bilər ki, bu hörmətlərin hamısı təyin olunub. Hələlik indiyə qədər hər hansı bir bioloji təhlükəsi riski yaradan bir hala rast gəlinməyib. Sağ olun Qalib bəy, ətraflı məlumat üçün. Elnarə, bizdən bu qədər. Buyurun, söz sizdədir. Təşəkkürlər Qasım, sizə və müsahibinizə təşəkkür edirik.